Dəyərli izləyicilər, bugün UAMO Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim mərhələsi ilə qarşınızdayıq. Riyaziyyata maraq göstərən, analitik düşünməyi sevən və öz biliklərini beynəlxalq səviyyədə sınamaq istəyən şagirdlər bugün Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində bir araya gəliblər. Bakıda seçim mərhələsi Odla-Yurdu Universitetində, Gəncədə Gəncə Dünya Məktəbində, Sumqayıtda Sumqayıt Dövlət Universitetində, Naxçıvanda isə Xidmət Səhmdar Cəmiyyətində keçirilir. Bu məkanlarda iştirakçılar UAMO-nun rəsmi olimpiada sillabusu, eləcə də formatına uyğun şəkildə imtahan verirlər. UAMO Olimpiadası müxtəlif ölkələrdən olan şagirdləri bir araya gətirən nüfuzlu beynəlxalq riyaziyyat olimpiadalarından biridir. Bu platforma şagirdlərə yalnız riyazi biliklərini nümayiş etdirməklə yanaşı, onları beynəlxalq akademik mühitə yaxınlaşdırır, yarış təcrübəsi qazandırır və fərqli ölkələrdən olan həmyaşıdları ilə eyni mühitdə özlərini sınamaq imkanı yaradır. Riyaziyyat Olimpiadasının əsası 1996-cı ildə həmin dövrdə riyaziyyat bölümünün rəhbəri olan professor Halil İbrahim Karakaş və professor İlham Əliyevin şəxsi təşəbbüsü ilə Akdeniz Universitetinin Riyaziyyat Kafedrası tərəfindən qoyulub. Elə həmin il keçirilən ilk olimpiada təxminən 170 şagirdin iştirakı ilə keçirilir və qaliblər müxtəlif mükafatlarla təltif olunur. 1996-cı ildən 2013-cü ilə qədər olimpiada iki mərhələli sistem əsasında təşkil olunub. Bu sistem test imtahanı və klassik yazılı mərhələlərdən ibarət idi. İllər keçdikcə iştirakçı kateqoriyaları və imtahan strukturu təkmilləşdirildi. 2011-ci ildən etibarən sualların sayı artırıldı və vahid sistem tətbiq olunmağa başlandı. Şagirdlərin bilik səviyyəsi yüksəldikcə sualların çətinlik dərəcəsi də artırıldı. Bununla da UAMO tədricən daha güclü akademik platformaya çevrildi. Olimpiadanın əsas məqsədi şagirdlərdə riyaziyyata marağı artırmaq, istedadlı şagirdləri erkən yaşda aşkar etmək və onların inkişafına dəstək göstərməkdir. Bununla yanaşı iştirakçıların analitik düşünmə və elmi yanaşma bacarıqlarının inkişaf etdirilməsi, şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşdırılması, eləcə də məktəblərlə universitetlər arasında akademik əlaqələrin gücləndirilməsi hədəflənir. Bu baxımdan UAMO şagirdlər üçün bilik, təcrübə və inkişaf baxımından mühüm platforma rolunu oynayır. Sinifdən 11-ci sinifə qədər bütün şagirdlər üçün açıqdır. Bu isə o deməkdir ki, riyaziyyata marağı olan, çox geniş yaş qrupundan olan məktəblilər öz biliklərini sınaya bilərlər. Qeyd edək ki, ötən il Türkiyənin Antalya şəhərində Akdeniz Universitetində keçirilən UAMO 2025 finalında Azərbaycan şagirdləri böyük uğurlar qazanıblar. Final mərhələsinin nəticələrinə əsasən Azərbaycanı təmsil edən şagirdlər müxtəlif medal dərəcələri üzrə yüksək nəticələr əldə ediblər. Ümumilikdə 21 nəfərdən ibarət Azərbaycan komandası 7 qızıl, 4 gümüş və 10 bürünc medal qazanıb. İştirakçılardan Abel Fərəcov, Sübhan Mirizadə, Ruslan Səfərov, Cavidan Mahmudzadə, Səid Əhmədzadə, Murad Məmmədli və Əkbər Ələkbərzadə qızıl, Zeynal Cəfərli, İslam İsmailzadə, Azim Hacıyev və Yusif Heydərli gümüş, Novruz Əliyev, Sadiq Sadıqlı, Kənan Vəlizadə, Cavad Cəfərli, Aysun Bədallı, Aman Ağayev, Yunis Cəfərli, Zərifə Qurbanova, Suel Damirzadə və Ziyad Cəbrayılov isə bürünc medalla təltif olunublar.
UAMMO imtahanı bir mərhələdən ibarətdir və çox variantlı test formatında keçirilir. Ümumilikdə iştirakçılara 20 sual təqdim olunur və yekun nəticə 250 bal üzərindən hesablanır. İmtahan müddəti siniflərə görə fərqlənir. 2-ci sinifdən 4-cü sinifə qədər olan şagirdlər üçün 60 dəqiqə, 5-ci sinifdən 11-ci sinifə qədər olan iştirakçılar üçün isə 90 dəqiqə vaxt nəzərdə tutulur. Qiymətləndirmə meyarlarına əsasən ilk 10 sualın hər biri 10 bal, sonrakı 10 sualın hər biri isə 15 bal ilə hesablanır. Yazılmayan suallara görə bal verilmir və bal silinmir. Mükafatlandırılma qaydasına əsasən topladığı baldan asılı olmayaraq bütün iştirakçılara sertifikat təqdim olunur. Ən yüksək nəticə göstərən 5% iştirakçı qızıl medal, sonrakı 10% iştirakçı gümüş medal, daha sonrakı 15% isə bürünc medal qazanır. Beləliklə, UAMMO şagirdlərin yalnız biliklərini yox, həm də riyazi düşünmə və problem həll etmə bacarıqlarını beynəlxalq mühitdə ortaya qoyur. UAMMO-nun əsas məqsədi şagirdlərdə riyaziyyata marağı artırmaq, istedadlı şagirdləri erkən aşkar etmək və onların inkişafına dəstək olmaqdır. Eyni zamanda bu platforma şagirdlərə analitik düşünmə, problem həll etmə və elmi yanaşma bacarıqlarını inkişaf etdirmə imkanı yaradır. Ötən il keçirilən UAMMO 2025 finalında Azərbaycan şagirdləri böyük uğur əldə edib. 21 nəfərlik komandamız 7 qızıl, 4 gümüş və 10 bürünc medal qazanaraq beynəlxalq arenada güclü nəticə göstərib. Bu uğur Azərbaycan şagirdlərinin riyaziyyat sahəsində yüksək potensiala malik olduğunu bir daha sübut edir. Здравствуй, представьте, пожалуйста, нам. Меня зовут Арзу Ахверди, учусь в 5 классе в 160-й школе. Расскажи нам, как прошла Олимпиада? Было очень волнительно, но было, в принципе, хорошо. Что мотивировало тебя участвовать на Олимпиаде? Ну, очень хотела поучаствовать на этой Олимпиаде, очень люблю Олимпиады и очень нравится. Кому-нибудь привет хочешь передать? Хочу передать привет своей семье. Salam, özünü təqdim edə bilərsən? Salam, mənim adım Qurbanov Cabirdir, 6-cı sinifdə oxuyuram. UAMMO olimpiadasında iştirak etməyə səni nə həvəsləndirdi? Müəllim bizə söz vermişdi ki, gümüş medal qazansan gedəcəyik tətilə, ona görə gəlmişəm. Bəs yarışmaya hazırlaşanda sənə kim kömək edib, müəllimi? Bəli, müəllimlərim kömək edib ki, gedim medal qazanım. Səncə bugün hansı medal qazanacaqsan bəs? Mənim fikrimdə olan gümüşdür, amma görək də suallar çətin olmasa daha yaxşısını məncə əldə edə bilərəm. İnşallah gümüş qazanıb tətilə gedə bilərsən. Buradan kiməsə salam göndərmək istəyirsən? Buradan valideynlərimə və dostlarıma salam göndərirəm. Salam, özünü təqdim edə bilərsən? Salam, mən Əminə Yunuslu. İqtisadi Texniki Humanitar liseyin 7-ci sinif şagirdiyəm. Riyaziyyata olan marağın necə yaranıb? Bu ildən əslində daha çox maraq göstərməyə başladım. Əvvəlki sinifləri də sevirdim, amma bu il daha çox sevirdim. Yarışmaya hazırlaşarkən necə hazırlaşmısan? Sənə kim kömək edib? Ailəm və müəlliməm kömək edib. Yəni, məncə özüm müəlliməm. Səncə bugün hansı medal qazanacaqsan? Hansı medal? Məncə çox olmasın, amma bürünc qazana bilərəm. Buradan kiməsə salam göndərmək istəyirsən? Və anama. Salam, özünü təqdim edə bilərsən? Salam, mənim adım İsmail Abdullazadə. Mən İlmənlər Kəlbəcər məktəbindən gəlirəm və mən 7-ci sinifdə oxuyuram. Gələcəkdə hansı peşəyə sahib olmaq istəyirsən İsmail? Mən gələcəkdə həkim olmaq istəyirəm, cərrah. Çünki mən uşaqlığımdan həkim olmaq istəyirəm. Bu yarışmaya hazırlaşanda sənə kim kömək edib? Mənə müəllimlərim, ailəm kömək edib, bir də özüm. Bəs bugün hansı medal qazanacağını düşünürsən? Mən bugün gümüş medal qazanacağam. Buradan kiməsə salam göndərmək istəyirsən? Buradan ailəmə salam göndərirəm. Salam, özünü təqdim edə bilərsən? Bəli, mənim adım Sərab Bəbəylidir. 3 nömrəli məktəbin 2-ci sinif şagirdiyəm. Riyaziyyatı öyrənərkən ən çox nəyi sevirsən Sara? Rəqəmlərin toplama əməli, çıxma əməli, vurma, bölmə əməlləri. Bəs gələcəkdə hansı peşəyə sahib olmaq istəyirsən?
İngilis dili müəlliməsi olmaq istəyirəm, amma belə riyaziyyat haqqında danışacağam. Sağ olun. UAM olimpiadasında iştirak etməyə səni nə həvəsləndirdi? Sizin qızıl medal almağıma görə və çox çalışdığıma görə. Bəs bu gün hansı medal qazanmağı düşünürsən? İnşallah qızıl medal qazanaram, amma dəqiq bilmirik. Yəni necə yazacağam? Salam, özünü təqdim edə bilərsən? Mən Oqtay Abduləliyev, 202 nömrəli məktəbdə 3-cü sinif şagirdiyəm. UAM olimpiadasında iştirak etməyə səni ən çox nə həvəsləndirdi? Mən bu olimpiyadada iştirakımı onun üçün gəldim ki, burada daha yaxşı nəticələr göstərib öz gələcəyində daha çox uğurlar qazanmaq. Səncə bu gün yaxşı nəticə göstərə biləcəksən? Bəli, məncə göstərə bilərəm. Və səncə hansı medal qazanarsan? Məncə qızıl və ya gümüş. Burdan kiməsə salam göndərmək istəyirsən? Bəli, müəllimlərimə və valideynlərimə, çünki onlar həmişə mənə dayaq olublar. Salam, özünü təqdim edə bilərsən? Salam, mən Rəsulova Zeynəb, Tahir Əsədov Dengüç Şahidxan məktəbin 6B sinif şagirdiyəm. Bu olimpiyadaya qatılmağa səni ən çox nə həvəsləndirdi? Bu olimpiyadaya qatılmama həvəsləndirən keçən il bu olimpiyadadan yüksək nəticə göstərib qızıl medal qazanmağım idi. Ona görə bu il də qazanmaq istəyirəm. Gələcəkdə hansı peşəyə sahib olmaq istəyirsən bəs? Həkim olmaq istəyirəm. Nəyə görə? Çünki insanları sağlamlaşdırmaq mənim ən böyük xəyalımdır. Bəs səncə bu gün yaxşı nəticə göstərə biləcəksən? Bəli, çünki çəkdiyim vəziyyətə inanıram. Hansı medal qazanacaqsan bəs? İnşallah qızıl medal. Necə keçdi imtahan sənin üçün? Yaxşı. İnşallah hamısı düz olar. Mən qızıl medal qazanaram. Ancaq ki, orada elə sıralar var ki, mən bilmirdim. Amma özümdən atdım, çünki səhv düz aparmadı. Bəs riyaziyyata marağın necə yarandı? Yaxşı bəyəndim. Orada elə suallar var ki, mən bilirdim. Yəni asan idi. Bəs səncə riyaziyyat gələcəkdə sənə necə kömək edəcək? İnşallah ki, yaxşı olar. İmtahana hazırlaşanda kimlə birlikdə hazırlaşmısan? Kim kömək edib sənə? Anam, arada mən də özüm bir kitab alaram. Ondan öz otağımda tək işləyirəm. Çox çalışıram da. Əslində anamla çalışıram imtahan. İnşallah gələn olimpiyadalarda səni yenə görərik. İnşallah. Salam, özünü təqdim edə bilərsən? Salam, bəli. Mən Minə Salamova, İlham Məmmədova adına 261 nömrəli məktəbin 2-ci sinif şagirdiyəm. İmtahan necə keçdi sənin üçün? Ümid edirəm ki, yaxşı olar. Bəs səncə hansı medal qazanacaqsan? Qızıl medal. Burdan kiməsə salam göndərmək istəyirsən? Bəli. Salam. Beləliklə, UAM Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim mərhələsi başa çatır. Bu gün Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində riyaziyyata maraq göstərən yüzlərlə şagird öz biliklərini beynəlxalq səviyyədə sınamaq imkanı qazandı. Nəticələr yaxın günlərdə Qlobal Olimpiad Center'ın rəsmi kanalları vasitəsilə paylaşılacaq. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, salamat qalın. Növbəti olimpiadalarda görüşənədək.